Selamlar, saygılar ve sevgili arkadaşlar. Aziz Azərbaycan Türk milləti, hər yerdən bizim səsi eşidib və görürsünüz. Xoş gördük, inşallah ki, yaxşısınız. Yeni bir danışıqla qulluğunuzda, inşallah necə ki, öncədən də anonsumuz yazmışdı. Dəyərli Sayın Yunus Şamil cənablarla bərabər olacaq. Azərbaycan Demokrat Partiyasının müşavirlərindən vardılar və önəmli məsələ haqqında danışığımız olacaq. Bildiyiniz kimi, neçə gün bundan öncə Oslo'da bir oturum var idi. Hala demək olar, o da federalizm düşüncə təşkilatlar ya mərkəzcəra təşkilatlardan var idi. Biz Yunus bəydən öz təşkilatçımızı bildik, bu çağırışı qəbul edib və vardılar. Gəl salam aleyküm olsa eşidək, biz danışığımıza keçək. Selamlar ve saygılar Araz Bey, size ve eşidenlerinize ve izleyenlerinize. Ümid edirəm ki bugün bir verimli ve güzel danışığımız olsun. Bəli, inşallah. Yunus bəy, Oslo haqqında bir qısa sizdən bir videomuz var. Onu bərabər görək, bir demək olar yadavvar olsun dostlar ki, bəlkə xəbərləri yox idi, ya xəbərləri var idi, ya sizin özünüzdə bir yadavvar olsun. Onu bir qısa olaraq görək, sonra danışımıza keçək. به امور داخلی و محلی خود همچنین شیوه ها و وسایل تأمین مالی برای انجام وظایف مربوط به تعیین سرنوشت خود حق خودمختاری یا خودگردانی دارند. این ترجمه خود سازمان ملل، یعنی کسی ترجمه نکرده، خود سازمان ملل این ترجمه کرده به فارسی. خب چی میگه؟ حق اداره خود. خب این یک ارزش شناخته شده جهانیه. یعنی ایران کثیرالمله حقشه که مردمان مختلف، کردها، ترکها، بلوچ عربها که به صورت کمپاکت و فشرده در اونجا زندگی میکنن اداره خودشون یعنی منطقه خودشون اداره کنن. این موضوع بحث سیاسی نیست، این حقوق شناخته شده و ارزشی که کشورهای جهان اونو زیرش امضا کردن. وقتی نگاه میکنیم به نیروهای سیاسی موجود و مرکزگرا، از این حقوق، یعنی از این حقوق بشری در اون اسناد، در اون منشورها، در اون گفتگو خبری نیست. این چی رو میگه؟ میگه که خب اونا چی میگن؟ میگن نه، حقوق بشر فقط همونیست که باید حقوق فردی رو رعایت بکنیم. از داخل این تفسیر چی در اومده؟ دولت ایران که امروز داریم صحبتشو میکنیم، معضلات زیادی هست در جامعه ایران، یعنی گسل حقوق زنان، گسل حقوق فقر در جامعه، گسل محیط زیست، اما گسل جامعه کثیرالمله و گسل استبداد سیاسی هر دوشون راه حل سیاسی طلب میکنن. اون یکی ها موضوعات سیاسی نیستن، راه حل های اجتماعی طلب میکنن، حقوق زنان، حقوق کارگران، محیط زیست اینا. اما گسل مسئله کثیرالمله و مسئله استبداد سیاسی راه حل سیاسی طلب میکنه. راه حل سیاسی در حقوق بین الملل اینجوری نوشته شده، قطعا میگه که دولت محلی باید ایجاد بشه. حالا این چی که در حقوق به اصطلاح بین الملل مطرح میکنه، آیا فکر کنیم که در تاریخ سیاسی، حقوق تاریخ سیاسی ایران هم یه همچین کاری انجام شده؟ یعنی تاریخ سیاسی ایران جای این حقوق قید شده که مردمان مختلف، خلقهای مختلف در ایران حق اداره خودشونو دارن؟ من رفتم قانون اساسی مشروطیت و اصل انجمنهای ایالتی و ولایتی قانونشو باز کردم، اونو در آوردم و میخوام یک چیزی از اون براتون بخونم. این تاریخ سیاسی، تاریخ حقوق سیاسی در ایرانه که نیروهای سیاسی که امروز اینجا میبینیم در این 100 سال، یعنی شاه و شیخ این ذهنیت رو ایجاد کرده که این وضعیت حتی چیزی که Bəli, Yunus bəy, önəmli yerindən bir qısa gördük ki, siz orada ancaq qeyri-fars millətlərin haqqına görə danışınız olur. Buyurun, əslən, siz elə əvvəldən Oslo'da nələr keçdi, bunun demək olar Oslo keçidinin ya bu toplantının əsas nəticələri və qərarları nələr idi? Hala mən orada sonraki bəzi konular haqqında sizdən sualım olacaq ki, necə ki, hala bizim tərəfdən ya Azərbaycan millət tərəfindən ya İran Türk tərəfindən siz orada var idiniz. Bunun boykot olmağı İran International'dan, BBC'den bunun da özdə söz konusu danışımız olacaq. Buyurun, siz başlayın. Aslında bu toplumda nə əsasda baş verdi? davet eden
Sazman Hüquq Bəşəri İran adında bir təşkilat, yəni hüquq bəşəri bir təşkilatdır. Sabiqəli bir təşkilatdır. Eyni halda elə bunun bu sabiqəsi və uzun fəaliyyəti üçün bu təşkilatın Sazman Hüquq Bəşəri yəni Sazman-ı Miləlin, Birləşmiş Millətlərin o insan haqları bölümündə müşavir kimi bir sazmandır bu. Yəni o qədər ki, fəaliyyət edib tanınmış olub. Mesela raporları alırlar və raporların haqqında bunlarla da məşvərət edirlər. O cür bir, yəni mötəbər hüquq bəşər yanında mötəbər bir hüquq bəşəri əncümən sayılırdı Sazman Hüquq Bəşər İran. Bu indi 5 ildə əlbəttə bunların ildə bir dənə konferansları keçir. Amma keçən ildən bəri Azərbaycan Demokrat Partisindən də dəvət edirlər. Yəni keçən il bunların konferansında Simin xanım Səbri, Azərbaycan Demokrat Partisinin sözçüsü dəvət olunmuşdu, oradaydı. Bu ildə məndən dəvət etdilər, mən getdim oraya. Orada əlbəttə keçən il biraz fərqli şeylər, biraz fərqli təşkilatlar dəvət olmuşlar. Orada da elə ümumiyyətlə siyasi təşkilatlar dəvət olmuşlar, amma o sağdan, daha sağdan, daha səltənətçi filan girayişdən daha çox dəvət olmuşdu. Əlbəttə bu il də dəvət olmuşdu, amma bir neçəsi, yəni ikisi yox demişdilər, amma biri gəlmişdi. Hər halda amma bu il daha yəni biraz daha çox soldan da dəvət etmişdilər. Hətta məsələn 2 dənə o marksist ya komünist partiyalardan Hizb-i Komünist Kargəri dəvət olmuşdu və bir də Hizb-i Komünist İran, amma o Kürdlərin komünistləri dəvət olmuşdular. Hər halda, yəni baxdığımızda, dəvət olduğumuzda və onun sabiqəsini bildiyimizdə təbii ki, qəbul elədik ki, orada olmamız lazımdır. Orada olmamızın lazımlığı da Azərbaycanın varlığını, Azərbaycanda milli hərəkatın varlığını və türklərin İran toplumunda varlığını göstərmək, yəni və onların mütalibələrini meydana qoymaq və nə vasitə ilə bu mütalibələr əldə olur deyə mənim danışığım, yəni məruzəm də o sahədə idi. Birazdan siz yaydınız, amma onun haqqında da balaca bir izahat verəcəm. Hər halda orada yəni 2 günlük bir seminarıdır. Birinci gündə dəvət olanlar, yəni dəvət olanların hamısı təşkilatıdırlar. 13 dənə siyasi təşkilat dəvət olmuşdular. Sağdan sola və qeyri-fars millətlərə aid təşkilatlara dəvət olmuşdular. Daha çoxudular bu illəri. Fəqət bir nəfər qeyri təşkilat idi. O da xanım Şirin xanım İbadi idi. Yəni sülh Nobel caizəsini alan xanım oradaydılar və o da danışdı. Təbiətən çünki hüquq bəşəri sazmanıdır, o da hüquq bəşəri haqqında yəni ödül almış bir insandır, o dəvət olmuşdur. Təşkilatlar danışıqlarında hərənin 10-12 dəqiqə vaxtı vardı, danışılsın və birinci gün vaxt yalnız məruzəçilərə qoyuldu və hər kəs öz vaxtından istifadə edib biraz çox danışdı orada və birinci gün o cür bitdi. Yəni danışıqlardan sonra da bəzən də 2 sual verilirdi. Yəni orada oturanlardan və hətta bir sistem qurmuşdular ki, dünyanın hər yerindən seminara sual vermək mümkün idi. Ərz olsun ki, birinci gün elə normal olaraq suxənranlar ya danışanlar, məruzəçilər danışdılar və o gün bitdi. Amma ikinci gün bağlı bir gün, yəni bağlı bir oturum oldu və biz də orada soruşduq ki, bunun bağlı olmağının nədəni, səbəbi nədir? O əncümənin məsulü Ayə Əmiriyə Müqəddəm, möhtərəm bir insan, o deyib, Kermanlıdır, amma 7 yaşında şeyə gəlib, o Norveçə gəlib və Norveçdə böyübdür. Daha davranış tərzi, danışma tərzi hamısı belə Norveç səviyyə və kültür səviyyəsi ilə idi. Elə fars danışmasında da o cürsü təsəllüt görünür ki, nə ki, biraz təsəllüt daha zəifdir. Göstərirdi ki, daha çox yəni belə Norveç kültürü ilə, zadı ilə o səviyyədə bir insanıdır. İlginç bu idi ki, onun yardımcılarının hamısı, yəni 3 tane de başqa insan vardı ki, onun yardımcıları idi oradakı o icra edən xanım, seminarı icra edən xanım, yəni BBC-nin, İran Radyo Fərdanı filanın o tanınmış jurnalistidir və o da türküdür və o birisi 2 yardımcısı da ki, İran International'da o jurnalist olmuşdular qabaqca. Onlar da yəni tanınmış jurnalistlərdir. Oranın 3 yardımcısı, 3 də türküdülər.
Hər halda yəni o konferansın haşiyəsində direkt deyək də, onun haşiyəsində bunlarla bir tanış olduq, danışdıq falan oldu. Yəni bir məmulən bu seminarlarda bu cür vəziyyətdə ora gələnlərlə bütün yəni o maraqlı bölümləri ilə tanış olmaq istəyir insan və o cür də oldu. Onların o tanışma vasitəsilə özləri yəni izah etdilər ki, bu cürsüdür yəni türklər. Bir dənə də çox ilginc nöqtəsi vardı ki, Hizb-i Məşrutənin lideri də ki, Fuad Paşa idi, o da türkdür. Mərəddə böyümüş bir insandır. Orada bir ki, ülke eləndən sonra bütünce yani biraz yani bu cürse aramızda danışıq, yani intiqadi danışıq getdi. O özün vəli izah edənin dedi, mən özüm mərəddə böyümüşəm, başladı türk danışmaq filan. Yani bu da bizim vəziyyətimizin yani bir tərəfi də, problemimizin bir tərəfidir. Hər halda, yəni ikinci gündə seminarın əsas məsələsi buydu ki, bir dənə Qızılhisar zindanında bir etisab vardı və edamlar vardı. Edamlara qarşı bir bəyaniyyə hazırlanırdı. Əncümənin məsul dedi ki, bu qrupun, yəni ikinci günün bağlı halda geçməsi, bunun ötürü ki, biz burada rahat olaq, birbirimizdən rahat danışaq, fikirlərimiz varsa, fikir alış-veriş edək. Yəni biri kameranın olması və ya başqalarının eşitməsi üçün hani özün qısıtlamasın və rahatca fikirlərini desin. O cəhətdən bağlı idi. Bir dənə də başqa səbəbə görə bağlı idi. Çünki ikinci günün yəni dəsturunda olan mövzulardan bir də bu idi ki, İranda hərəkatı, siyasi hərəkatı və ya hüquqi bəşəri hərəkatı daha genişləndirməyə nə işlər görmək olar? Yəni meydani hərəkət modellərini axtarırdılar ki, məsələ verilsin, pişnahad olsun və ondan sonra danışılsın və bəlkə məsələ İranda o iş görülə bildi filan. O cəhətdən yəni bunun iki dənə də təklif gəldi ki, məsələ biri gəldi, bir təklif elə. Yəni sonuç düzgün bir sonuca varılmadı, amma hər halda onun haqqında danışıldı. Çünki orada danışıldı və bu İranda bu iş görüləcək deyə istəmirdilər ki, yəni bu əmniyyəti, orada İranda əmniyyəti birinə yəni eşiyə çıxıb məsələn bir iş görsə, bu modellər haqqında ki, burada təklif olubdur, orada birinə problem yaratsın. O cəhətdən də bağlı şeydə getdi. Yəni özəl bir durum, özəl bir danışıq falan yoxdur. Yalnız o əmniyyəti cəhətindən bağlı oldu və nəticəsi bir dənə şey oldu. Bir bəyaniyyə oldu insan haqları və edama qarşı edam məhkum etmə və o verildi, yazıldı, yayıldı. Ondan sonra bir dənə də başqa bir mətn vardı ki, biraz daha çox siyasi mətndir filan. Orada anlaşılmadı və qərar oldu ki, onun üstündə, o mətnin üstündə biraz daha çox işlənmək lazımdır. Yəni hüquq və şəhərdən çıxıb siyasi məsələyə girib filan, bunu nə cür həll eləməliyik filan. Qərar oldu ki, onun üstündə sonra işlənsin və hətta orada da qərar oldu ki, o cür əlaqələr davam etsin. Haşiyənin mətnin, yəni konferansın haşiyəsində də biz təbiətən məsələn fərqli kəsim, fərqli insanlarla orada iştirak edən təşkilatlarla istər-istəməz həm onlar bizə tanış, həm biz onlara tanış filan, müzakirələr filanlar, tanışda olmalar və davam edir. Bunun əsli yönünü bu o haşiyələ meydanda olub və müzakirələrdə yenə də yəni orada yalnız Yunisi Şamili deyil ya məsələn filan deyil. Orada bizim varlığımız, Azərbaycanın varlığı, Türk xalqının varlığı, əsasən orada olduğumuz o xalqın istəklərindən həm Azərbaycanda, həm külli İranda müdafiə etmə məsələsində, yəni bizim orada varlığımız əsas tənqidləri ki, bu seminara oldu və seminarın o rəisini də çox şey eləmişdi, yəni narahat etmişdi filan ki, bura təcziyə tələbləri yığıblar. Yəni daha çox hücum şeydən gəldi, səltənətçilər tərəfindən gəldi. Çox şədid hücum və yəni çox seksisti, çox belə çirkin, acı dillərlə zadla hücum elədilər, yazdılar bu iştirak edənlərin haqqında orada filan. Bir də ittiham edildilər, yəni yəni o Sazman Hüquq və Şəhər o ittiham edildilər ki, bu gün təzyiyə tələbləri yığıb, sonra ki, İranı görsünlərlə filan, bu cür ittihamlardan. Yunus bəy, ən çox boykot olan da elə siz oldunuz. Bu Kürtlər ki var idilər, bunlara international BBC, bunlara bir qıssa da olsa bunlardan bir danışıqlar filandan yaydılar. Media cəhətindən İran International vardı. 3-4 tane media vardı orada. Əlbəttə hizbi medialardılar. Yəni mesela biz də eləyə bilərdik ki, əgərsə imkanımız olsaydı, ki, fikir eləməmişdik da. Mesela medyaların birine bakıp kamera koysun. Yani bir nefer orada olsun. Biz isteye oradan bizim de orada kameramız olsun. Hem müsahibelersin orada olanlarla.
həm də ki elə konfransı yaya bilsin. Bu iş mümkündür, amma bizim yəni belə bir əlbəttə indi görürəm ki, belə bir şeyə fikirləşməmişdik hətta biz belə. Yəni bu imkanı da eləyə bilərdik, əldə edək, əgərsə fikirləşəydik. Biz özümüz ancaq YouTube TV olaraq hər zaman bütün təşkilatlara, bütün düşüncə sahib olanlara belə bir seminarlarda demişik, deyirik, əgər imkanı olsa bir kamera apara bilərlər, hətta telefon apara bilərlər. Biz canlı yəni hazırlığımız var. Həm saatlı da olsa bunları biz yayaq. Mütləq gələn dəfə əgərsə belə bir yəni seminar olduysa, orada medianın var oluşu bəlli olursa, həttəmən biz özümüzdə sizin özündə yəni televizyonda relələri başqa medialarda istəsə, orada birini qoyuq, orada bir iki daha kamera qoyar və onu relələr. O yaxşıdır. Yəni olmağa çox yaxşıydı. Bizim amma orada əskikliğimiz vardı. Başqa medialardan yalnız İran International gəlmişdi ki, bunlar təbii də İran International'ın bizi təhrim eləməsi filan, onların da bir özlərinə görə bir şey şibələri təbii dərcəsi, yəni mediada mənfəət sahibidir. İndi siz özünüzdə gəlsəydiniz ora, yəni o jurnalistsiz orada olsaydı ki, orada səltənətçi ilə müzakirə edirkən müsahibə eləməyəcəkdi ki, orada öz istədiyən nəzim müsahibə. Mən onu, yəni təbii ki, biz orada tənqidi baxış açığımız olmağı lazımdır. İran International olar ki, filan, yəni bizi daha çox inikas vermədilər. Hətta bəzi yerdə sansür da oldu filan. Amma yəni istər-istəməz bu durumda, bu bizim yəni siyasi vəziyyətin durumu ki, mediada da münəkkis olur. Amma bu bir dənə hüquq bəşəri seminarıydı da, adında hüquq bəşəri seminarıydı. Yəni internasionalın ki, iddia edir, bütün İrana yayımı vardı, bütün millətlərə haqqı yoxdur. Beləncə bir fikirlə, beləncə bir düşüncə ilə orada olsun, boykot eləsin. Yəni boykot idi bu. Elə deyil ki, məsəl desin, mən üçün Demokrat Partiyasının yaymıram bula təzyiq tərəfdar. Halbuki siz Yox, İran International tamamı konfransı elə eləməyib ki, hamısını göstərsin. Fəqət xəbəri, bir dənə xəbər təhiyyə edib, bir də müsahibə elədi orada iştirak edənlərdən. Amma o seçir ki, kiminlə iştirak eləsin. Yəni bu yəni şeydir, Sazman Hüquq Bəşərinin özünün bir mediası vardı ki, onlar tamamen yəni YouTube'dan yayırdılar seminarı və eyni halda elə yaydı. Oturandan sonra da öz səfərlərində yayırdılar. Yəni Sazman Hüquq Bəşəri şeyin öz yerində yayıbdı. Amma İran International olsa da İran International xəbərini qarı oradaydı. Sən bir rapor verdi oran olmasından sonra da istədiyi adamlarla danışdı. Amma yine kitəbiyyətən danışmayıb o da. Biz onların içindəki danışmayanların içində bir tədadlar ki, bir-birinə yaxın, siyasətlərinə yaxında olanla danışdılar və onların da siyasətləri bəllidir də, yəni istəmirlər İran International, bir daha televizyon ki, istəmir bu mövzu, o ki, gərəkir bu federalizm məsələsi orada təbliğ olsun. O cəhətdən hətta verdiyi suallar da orada, hətta mən müsahibələrə baxmamışam, amma müsahibələrə baxdığımızda da verdiyi suallarda və onlara verilən cavablar da, hətta suxənranlıqlar və ya məruzələrə baxdığımızda da, yəni orada da bəzi şeylər, yəni bəzi məruzəçilər əslən, yəni mövzudan yəni xaric şeylər danışırdılar filan. Hər kəs özü yəni nə qədər məsələ fəhm edir, nəyi zəruri bilir filan danışdı. Hər halda yəni bu hər bir seminarda meydana gələn bir vəziyyətdir və İran International'ın bu hərəkəti və davranışı da tanış bir davranışdır da, məmulən belə bir şeylər duruma qabağa gəlir. Bu bizim öz məsuliyyətimizdədir ki, yəni hərəkətin mediası odaklansın ora. Mən hətta deyərəm bizim öz hərəkətimizin içində belə medialar gördüm, adı çəkmək lazım deyil, amma yəni orada Oslo'nu münəkkis eləməmişdilər, göstərməmişdilər, xəbər yazmamışdılar belə. Hətta adları yəni xəbər mərkəzli adları. Amma o yəni Oslo'nun konferansından xəbər belə yaymamışdılar. Niyə? Bizimlə fikirdaş dəyərləyən necə filan. Yəni bu da ilginçdir. Yəni bizim özümüzünki yaymayanda onu da biz indi də yəni mərkəzli bir sağçı və səltənət tərəfdarı olan İran International'dan nə intizarımız ola bilər ki? Hər halda orada 2-cü gündə o cür getdi və mübahisə yəni o yəni o cürsi yəni çəlişkili bir mübahisə meydana gəlmədi. Mədəni davranış da oldu və yəni elə bir mövzu qabağa gəlmədi ki, o cür bir vəziyyət qabağa gəlsin. Amma hər halda bir fürsət, böyük bir fürsətdir bizim üçün ki, orada həm fikrimizi mətrə eləyək, həm də varlığımızı göstərək. Bir dənə dəfə mən bəzi o mövzu danışdığım mövzudan deyim ki, məncə çox əhəmiyyətli mövzudur bu hüquq bəşər məsələsi. Çünki hüquq bəşəri hamı deyir, hamı ad çəkir, yəni mərkəzçilər də hüquq bəşər olsun filan. Amma bizim dediyimiz hüquq bəşərlə olan dediyi hüquq bəşərin yerdən gözdən bir-birinə fərqi var.
onların, yəni mərkəzçilərin vurğuladığı hüquq bəşər budur ki, insan, yəni bir toplumda, yəni bir ölkədə yalnız bir vətəndaş var, onun haqları diqqət mərkəzinə alınmalıdır. Yəni bireysəllər, fərdlər, vətəndaş, şəhərvənd yalnız. Amma bizim baxış açımızdan hüquq bəşər məsələsində o deyildi. Bizim məsələsində bir bireysəlin, yəni bir insanın, bir şəxsin, bir vətəndaşın haqqı var, bir adam olaraq, bir nəfər olaraq, bir də kollektiv haqlar, cəmi haqlar. Bu cəmi haqlar bizim üçün həyati rolu vardı. Yəni milli mücadilə aparan xalqların həyati rolu vardı. Yəni biz orada orada bir şey var. Qətnamə var bir dənə Birləşmiş Millətlərdə yerli xalqların haqları, Birləşmiş Millətlərin qətnaməsi var. Mən o yerli xalqların haqqı, yəni Birləşmiş Millətlərin yerli xalqların haqları bəyannaməsindən bir bənd oxudum. O bir bəndə orada dedim ki, bax, ümumiyyətdə, yəni uluslararası hüquqda deyir ki, bir xalq, bir ölkənin içində yəni kompakt, ya fışırda halda birbirinin yanında yaşayırlar, öz bölgələrini idarə etmə haqqı vardır. Mesela İranda da baxdığımızda yerel xalqların oturur, nədir məsələn? Türklər Azərbaycanda, Kürdlər Kürdistanda, Bəluslar Bəluçistanda, bunlar yerel xalqlardır və bu yerel xalqların uluslararası kollektiv haqlara baxdığımızda bunların hətta deyir öz müqəddəratını təyin etmə haqqı var. Amma öz müqəddəratını təyin etmə haqqı orada yəni istiqlala keçmir, amma ölkənin içində öz müqəddəratını təyin etmə. Yəni bir İran məsələ deyək ölkəsi vardı. İranda xalqlar gedib İranın mərkəzinə bir parlament seçməlidirlər. Bir də xalqlar öz bölgələrində seçimə gedib və parlament seçməlidir. Yəni yerel parlament seçib, o yerel parlamentda o yerel devləti quracaqdır deyə onu orada təkidən yazır. Hətta mən orada dedim ki, bir bənd bax, bir bənd uluslararası hüquqdan bunu deyir ki, istər istəməz bizim qətən biz dövlətə orada deyik xudmuxtarlıq və öz bölgəsini idarə etmə haqqını təkidən deyir orada. Bir onu göstərdim. Bir də İranda bir bənd şeydən oxudum. Əsl Əncümənhay İyarəti Vilayətinin qanunundan bir bənd, birinci bənd oxudum ki, orada çox ilginc bir daha şey vardı, bir bənd var. Deyir ki, iyalətlər ki, Azərbaycan bir iyalət sayılırdı. Onda iyalətlər ölkənin bir bölgəsidirlər ki, özlərinə idarə etmək üçün mərkəzi dövlətlər olmaq lazım. Diqqət edin, hətta kəlməyə mərkəzi dövlət. Bu qanunu elə mövcud qanunun üzündən oxudum da. Ki, yəni bölgədə o əyalət özü dövlət olmaq lazım. Qətən, yəni İranda olan da iki dənə anayasa yazılıb İran tarixində. Biri məşrutiyyət dövründə anayasa yazılıbdır, biri də İran İslam Cumhuriyyətinin dövründə. Tam İran İslam Cumhuriyyətinin dövründə yazan anayasa çox geriyə qalmış, bəzən irticai bir qanundur və indi onda xalqlar onun əleyhinə mücadilə edirlər. O məşrutə dövründə yazılan qanunda, o Əncümənhay İyaləti Vilayətdə çox dəqiqcə bölgələr ki, orada iyalətlər də adını çəkir, iyalət, məsələn, iyalətlərdə bəlidir, neçə dənə iyalət var, vilayətlər var filan. İndi hələ bölünübsələr bölgələr iyalət sayılırsa, iyalətin dövləti olmaq lazımdır və o dövlətin hətta orada yazır mərkəzi dövlət. Bu mərkəzçilərin biri gəldi mənim yanıma bu istirahət saatında, dedi sən orada niyə dedim mərkəzi dövlət dedim. Mərkəzi dövlət fəqət İranda ola bilər dedi. Yəni o mərkəzi dövlətdə Azərbaycanda ya Kürdistanda yerel dövlətin adı mərkəzi dövlət adlandırmaq olmaz mənə dedi. Dedi o sən get qanunu oxu ki, ölkəndə qanun yazılıbdır, sən burada bir siyasi lider kimi gəlmirsən bura, amma o qanundan xəbərin yoxdur. Mən o qanunun mətnini oxumuşam, özümdən bir mətni qoymamışam ki, orada onu yazır. Onu yazmaq bu deməkdir ki, təkid varmış ki, bu bölgələrin dövlət olmaq lazımdır. İndi mən sizə bunu deyim. Ben bu cümlədə deyim, qutarım. Bildim, bu hansı qanun? Cumhur İslamının qanunu? Əsl Əncümənhay, yox. Məşrutə qanununda Əsl Əncümənhay İyaləti Vilayətinin qanunu 1-ci maddə. Orada mən, yəni, əsas budur vəziyyət bütün İranda, siyasi İranda. Yəni, İranın siyasi, mərkəzdə olan siyasi güclər və bugün İranda olan siyasi güclərin, yəni, dedim də, iki dənə anayasa yazılıbdır. Mesela Cumhur İslamı və məşrutiyyət devrəsində. Bu məşrutiyyət devrində yazılan anayasa ki, məclisdə yazılıb da.
məclis qətiyyətlə onu orada yazıb və imzalayıblar o zaman. Və Pəhləvilərin kotasından sonra qoymadılar. Rza Şah qoymadı icra olsun və yeni bir istibdad qurdu Rza Şah. Yəni istibdadı İrana çevirdi. Yəni amma orada diqqət edersiniz, bugünkü İranda olan mərkəzi siyasətdə siyasi ruh mərkəzçiliyin yanında Pəhləvicilikdir. Yəni inqilabi məşrutiyyət ruhu yoxdur. İnqilabi məşrutiyyətin anayasası ruhu deyir ki, bölgələrin qətiyyətlə dövləti olmaq lazımdır. Və orada adın çəkilir iyalətlərin qətiyyətlə dövləti olmaq. Bu günləri mərkəzdə olan siyasi fəallar danışdıranda gic qalırlar. Yəni dövlət quranda deyirlər, bura təziyyət elədilər. Bunlar ölkəni bölmək üçün deyir. Baba sən qanuna bax, məmləkətin qanununa bax. Qanun orada 100 il bundan qabaq yazılan qanun sənin bugün 100 ildən sonra düşüncəndən yüzlər il qabaqdır. Yəni sən 100 il dariyə getmirsən, 100 il qabağa getmək yerinə. Yəni ruhi ki, bugün siyasətdə İranda dolanır, yəni mərkəz güclərin içində Pəhləvi ruhudur. Pəhləvinin də müxalifdirlər, Cumhuriyyətçi ilə çoxlar. Pəhləvinin də zahirdə müxalifdirlər, amma aslında qanunu bilirlər, yaxşı bilirlər qanunu. Cumhur İslamının da məsələn qanunu asıl 15-i vardı ilə Pəhləvi məşrutiyyət zamanı qanunu bunlar bilirlər. Deyəsən bilmədən gəlirlər bu söz deyirlər, yox bilirlər. Bunlar aslında İran şəri bir fikirlər və təfəkkürlər var. Siz məndən yaxşı bilirsiniz. İstəmirlər o qanunları, yoxsa o qanunları siz dediniz ki, mənəcə qərar olsaydı qanunlara tabi olsunlar. Elə indi bu qeyri-fars millətində taleyi bəllidir da. Bunlar istəmirlər özləri. O qanunlar sadəcə dünyaya desinə baxın, bizim bu qanunlarımız var. Birləşmiş Millətlər desinə, bəli, içəridə biz bu qanunları idarə edirik. Orada demirlər ki, beynəlxalqda demirlər ki, biz bunların dilini də yasak eləmişik 40 milyonun. Deyirlər, baxın bu qanun vardı. Bəli, əlbəttə orada, yəni istəyirəm deyim ki, bu Pəhləvilərin iqtidara gəlməsi ki, der vaqa ingilislərin İranda, yəni ingilislər İranda Kodutanı məşrutə devriminə qarşı rəhbərlik ediblər da ki, bunlar amildirlər də, yəni Rza Şah olan ünsürləri, amilləri idi ki, yəni qudrət tapsın, pozisyon tapsın, quldurluq eləsin, filan eləsin və gördük onun siyasi tarixində də nə işlər gördülər, amma hər halda yəni o Kodutanın əsəratı, mənfi əsəratı tamam İranda olan durumu tam tərsinə çevrilmiş bir durumdadır. Yəni Rza Şahın Kodutası bu qanunu dayandırmada və ondan sonra siyasi ruhu, yəni Pəhləvi siyasi ruhu İranın mərkəzinə empoze etmə, ya dayatma, o Pəhləvinin o 52 illik, 53 3 illik hakimiyyətin şeyində çox böyük bir negativ təsirdir ki, xalqı götürüb, yəni da mərkəzçi zehniyyəti götürüb o tərəfə. Halbuki baxdığımızda inqilab məşrutiyyət devrində sən qətiyyətlə orada yazır ki, bölgələrin dövlət olmaq lazımdır. İndi Əncümən İyalətinin, Azərbaycan Əncümən İyalətçisinin demişəm, kitabını çıxıb Təbrizdə. Demişəm, dostlar, gətiriblər, gəlibdir, yetişiblər. Mən əlimə yetişib, o gəlib. O yazır da indi baxanlar üçün tamamən bir dövlət kimi əməl ediblər Əncümən İyalətinin məntəqələrdə. Amma Rza Şah gələndən sonra tamam bunların hamısını yığışdırıb və tamam mərkəzdən, hətta belə də cüz'i şeylərə qədər özü müdaxilələrmiş. Hətta oğlu da Məmməd Rza da o cursuymuş. Yəni ruh siyasını bunu anlamaq hətta lazım, izah etmək, hətta bunu biraz da araşdırmaq lazım. Bütün siyasi ruh İranda, baxmayaraq ki, bu cumhuriyyətçilər hamısı müxaliflər Pəhləvi ilə, amma Pəhləvi zehniyyəti ilə siyasət aparırlar. Belə. Təşəkkür edirəm Əziz Yunus bəy. Bu Oslo'nun necə o toplantı başlanmışını ancaq siz izah etdiniz. Doğru, bunlar istəmirlər, ancaq qeyri-fars millətinin haqqını versinlər. Əgər iş üstünə bunlar gəlsələr, əgər bunlar alternativ olsalar, əgər Cumhur İslamı gedəndən sonra bunlar gəlsələr, elə həmən heç fərqləmir. Pəhləvçilər zaman olacaq ya Cumhur İslamı zaman olacaq. Heç bir şey dəyişilməyəcək. Yox isə bəli, siz dediniz ki, beləncə bir toplantılar, seminarlar gələlər, alternativ kimi gələcəyə özlərini ispat edələr, bir adresə çövrələr, bilməm, Amerikaya, Avropaya deyərək ki, baba, biz varıq, o fərq edir. Hala bu işim yox. Mənim bir dənə nəqdim, tənqidim ki, elə bütünlükdə hərəkətimizdə var. Burada siz müsbət addım atırsınız, daha bir addım qabaqsınız başqa təşkilatlarımızdan. Budur ki, maalesef indi bilmirəm istiqlalçı ad qoymaqla, bilmirəm adın hər nə seminarlara qatılmırlar ya qatıla bilmirlər. Çünki bu dediyim kimi o fikir, o düşüncəsi daşıyırlar, qəbul olunmurlar.
Yoxsa onlar yumuşaq davranmaqla belə bir seminarlar ancaq bizə daha çox tanıtdırır, daha çox adresə çevirir. Nə gözəl olar bizim başqa belə bir toplantılar da olsun, başqa təşkilatlarımız, hətta istiqlalçılar, federalçılar da getsin oraya. Sualım buradan gəlir. Bu kimi beynəlxalq toplantılar Azərbaycan məsələsini tanıtdırmaya ya tanıtdırmasına necə təsir edir? Ancaq bir təsir var da bunun. Bu seminarların siz bir təmsilçi olaraq, nümayəndə olaraq Azərbaycan tərəfindən gedib dərdləri, problemləri məsələsində danışıqda da qulaq astım. Elə orada ən iti danışan doğrusu da siz oldunuz. Bu sanki elə danışırdınız bir istiqlalçı kimi, yəni o istiqlalçıları da orada təmsilçi edirdiniz. Hatta bunun ki özü üzərindən dediniz biz bir mərkəzi dövlət yaratmağa, bunun özü böyük bir sözdür. Elə bu onları da çox narahat edir, özü də dediniz. Bu bizi tanıtdırmaq üçün bu məntəqəyə, dövlətlərə necə belə bir seminarlar öz təsirini necə buraxır Sayın Yunus bəy? Əvvəla sizin o söhbətinizin başlanğıc bölümünə ki, dostlar, yəni beləncə seminarlar iştirak eləmirlər, radikal düşüncələr var da. Yəni yalnız da istiqlalçı deyil, düzün sözünüz olursa. Bizim hətta federal şuarı verənlərin də içində də hələ saymayaq burada. Şu verənlər ki, zahirən deyilə federal da okeydir filan beyfan, ama onlarda da yəni o cür bir özlərindən o cür bir istedad göstərmirlər ki, meydan, siyasi meydanda olsunlar. Yunus bəy, mən sözümüzdə deyiləm, bağışlağa sözün arasına girdim. Mənim heç problem yoxdur ha, partiya istiqlalçıdır, partiya federalçı, yəni siz deyən kimi. Amma fürsətlərdən necə istifadə eləmək olar? Biz siz dediniz kimi radikal fikrimi, radikal fikrimi farsça bildi-bilmədi bir təsir buraxmır. Məni sadəcə bəzi məsələlərdən dalı buraxır. Mən öz haqqı hüququmu gedib orada deyə bilmirəm, istəyə bilmirəm. Dediyim buydu. Buyurun. Siyasi haqqın əldə edilməsinin ən mühüm yolu, hani bu bir fikri də, bir haqqı təbliğ eləmə və xalqın içinə yayma və xalq içində bir fikir yayıldıysa o fikri organizə eləmə vasitəsilə sən haqq əldə edəcəksən də. Yəni daha çox tərəfdar tapacaqdır, daha çox güclənəcək, təşkilat güclənəcək. Ondan sonra meydan siyasətdəki məsələn seçim olsun və ya ayrı bir şivələr və yollarla sən üçün gücü yığmısan, xalq aydınlaşıb, organizə olub və onu əldə edə bilərsən. Yəni ən böyük yön təbliğ etməkdir, yəni bu yolu. Ələxüsus biz keçən 100 ildə dövlətlər məzlum vəziyyətdə saxlayıblar, qoymayıblar ki, adımız çəkilsin və bir tərəfdən də çox negativ təsirat olubdur. Diqqət edin, bizim aydınımızın əsas məsələlərinin, yəni bu düşüncələrindən bu olmalıydı ki, geçən 100 ildə İranda yəni siyasi hizbin fəaliyyəti qədəğandır, istibdad siyasi var. Şah zamanı və şeyxlər, elə bu şeyxlərin zamanında. Yəni siz diqqət edin ki, İranda siyasi alanda fəaliyyət yoxdur. Siyasi alanda fəaliyyət olmayan bir durumda nə cür gəlişmə ola bilər? Yəni siyasi zehniyyət İranda hər yerə getsən geriyə qalmışdır. İran hər yerində. Xalq içində danışır. Yəni xəbəri yoxdur. Sansordur da, əgər xəbər olsaydı istibdad hakimiyyətə qalanmazdı ki da. Xəbəri olsaydı, yeni bir hərəkətlər meydana gəlsəydi, istibdad çoxdan getmiş də. İstibdadın qalması xalqın yəni siyasi sahədə xəbərsizliyindən və cəhlindən qaynaqlanır da. O cəhətdən bizim də o ruhla, yəni bastırıcı bir ruhda geçən 100 ildə məsələn aydınları bastırıb, vurub, öldürüb, kəsib zindan, aydın olmayanları da caydırıb da bir zehniyyət, gündə bir xəbər, gündə bir söz, həm kuruş oradan gəldi, ay gəldi, qut getdi, yəni bir zehniyyətlər də düzəldib. Məsələn, görürsən, o bu kuruşdan danışır. Oradan kuruşa keçən 100 ildə, 100 il bundan qabaqcan desən, adı sanı yoxdur, belə. Adı sanı yoxdur. Yəni bu rızakar gələndən sonra bu şeylər çıxartılır. Yəni adı sanı olmayan bir şeydə, məsələn, diqqət edin İranda, məsələn 100 il bundan qabaq, o da yaşayırlar da, indi 80-90 yaşı olanlar. Mesela Teymur'un adı normal bir addır İran'da. Yani sevirler ve halkı Teymur koyur. Ya mesela çok adlar vardılar da. Bu tür adlar koyurlar. Ama Kuruş ya hem Darius bile bir adam tapamazsan ki 80 yaş olsun, adı olsun Kuruş Darius. Niye? Rumunişə taza gelmiş de. Bunların heç öz tarihi mənbələri de bunlardan bir şey yoktu. Ama bakın bir hükümet bir 50 ilin içinde götdü bir şey yarattı, bir rəvayət yarattı tarixdən. Özünə bir tarix də düzəltdi və Fars millətinin tarixiymiş güya filan. Hamısı da inanıblar və ona əməl edirlər. Yəni, məsələ budur. Bizim toplum, yəni kollən İranda və bizim toplumumuzda onun içində
bir geriyə qalmışlıq, bir xəbərsizlik, bir bilməməzçilik məsələsi var siyasət sahəsində. Amma bu gözlənən şey normal insanlardan, adi, yəni tüçabaca insanından gözlənmir. Amma aydın siyasi fəal, milli şuur tapan insan, tariximizdə xalqımızın əzilməsini bilən insandan diqqət mərkəzinə almaq lazımdır ki, tamam, biz indi bunu bildik ki, bizə belə bir zülm olub, belə bir filan. Bunu necə genişləndirə bilərik bu fikri? Necə yaya bilərik? Yəni, burada nə olur? Radikalizm meydana gəlir. Bax, bu, sən indi baskıya sıxıblar. Bizə heç görürsən ki, sən ağah olduğunda elə bir sən o sıxıntını bizə üzündən uzaqladırsan da rahat fikir edirsən. Orada vurub, məsələn, daha çox radikalizmə üz gətirsən, daha çox ifrati fikirlərə, daha çox nifrətə filana. Amma bir aydının görəvi bu idi ki, düşünsün ki, əcəba nifrətə dayanırsaq bu fikri yayıb xalqın içində yaya bilərik, xalqı qandıra bilərik, xalqa sözümüzü yedidə bilərik ki, məsələn, bunlar bizim düşmənimiz, xaindirlər, filandılar, kəsaq, asaq filan. Ya yox, bir məntiq fikri ilə xalqımıza aydınlatmalıyıq. Bu sənin haqqındır, bu ölkədə yaşayırsan, bu bölgə sənin bölgəndir, tarixin budur, filanın budur, dilin budur, milli kimliyin budur. Bunlar yola düşməlisən. Özünün, yəni deyək ki, onurlu yaşamaq və səadətli yaşamaq üçün bir iş görməlisən. Yəni, radikalizm gəldi ki, bizim içimizə. İndi, bax, üzməyib əlin. Və o radikalizmin yəni nə? Yəni, səhvdən xaricdə olacaqsan. Səhvin içində olmayasın. Meydanda, zahirən meydandasan, amma sənin beynində özün fikr eləyirsən meydandasan. İndi İranda 90 milyon bir cəmiyyətdir. Bizim xalqımız, yəni Türk xalqı, məsələn, Kürdlər kimi, Bəluçlar kimi, Ərəblər kimi fəqət Azərbaycanda, fəqət öz bölgələrində yaşamırlar. Bizim xalqımız Tehranda, Kərəzdə filan da yaşır. Hər yerdə biz siyasi səs çıxarda bilərik, kültürel səs çıxarda bilərik, varlığımızı göstərə bilərik. Tehranda türklərin varlığının göstərilməsinə lazımi iş görülməlidir. Əcəba biz şu Bağışlıq sözün arasında girəcəm. Bu dağınaqlıq bütün İranın hər yerində biz türklər yaşayırıq. Bizim xeyrimizdə olub ya zərərimizə qurtulub. Bunu da bir işarə eləsəz. Çox böyük bizim xeyrimizədir. Çox böyük bir bizim baxın məsələn Kürdlər məsələn öz bölgələrində yalnız yaşayırlar. Bəluçlar yalnız öz bölgələrində, Ərəblər öz bölgələrində. Hələ vardılar Tehranda bir az, amma o hesab olan bir şey deyil. Amma diqqət edin ki, Azərbaycanın çox böyük kəsim, məsələn, Tehran, Kərəc-Qum, türklər oradadılar. Yəni, əsasən türklərə qarşı siyasət götürmələri də dövlət mərkəzlərində ehtiyatlı siyasətdir. Kim bilir ki, məsələn, Azərbaycanda bir qırğın filan problem yarışda bu eləyə bilər müntəqil olsun Tehrana, çünki bunların ailəsi ilə qohumu filanı daha Tehrandadır filan. Yəni, bu aydınlıq şimdi getmir. Məsələn, bu traktorun oyunu, bu traktorun Azərbaycanda bir tərəfdə, bir də Tehran, Kərəzdə tərəfdarı. Bu tərəfdar orada çoxaldıqca, əgər bir yerdə, məsələn, Azərbaycana bir tərrüz, Azərbaycanın içində bir dövlət tərrüz, bir savaş çıxıdır, bir adam ölürsə, bu həman adamlar ki, bu Tehranda, Kərəzdə filan traktorun tərəfdarı, yalnız traktor tərəfdarı milli şuuru olanlar. Orada oturub tamaşa eləməyəcəklər ki, eləyə bilərlər o bohran gəlsin, girsin Tehranın içinə, gəlsin, girsin Kərəzin içinə və orada problem yaratsın. Yəni, nə qədər ağahlıq çoxalırsa, o qədər dövlətin siyasəti xalqa qarşı ehtiyatlı olur ki, qorxur da, yəni problem filan ola bilər. Ona görə bu da maddilədir ki, biz bu aydınlığı artırmaqla sıxıntını hərəkatımızın üstə azaldırıq. Yaxşı, bunu deyək, bu aydınlatmanı fəqət deyək Azərbaycanda geçirdik. Deyək da, onlar İran rejimi daha çox sevinərlər deyib, bunlar Tehran, Kərəzlə işlər yoxdur. Biz indi burada Azərbaycanda burada sözdən filan ilə Azərbaycanı ayırmaq, Azərbaycan filan, biz bura Azərbaycanda başlananda əzsaq, Tehranda bir xəbər olmaq üçün Tehranı işləməmişik üstündə. Tehranı özümüzdən bilməmişik, Kərəzi özümüzdən bilməmişik. Orada bir hərəkət yaratmamışıq ki, poçtiban olsun deyər. Bugün onun adını diaspora qoyurlar da, diaspora hərəkatı. Azərbaycanın diasporası var İranın mərkəzində, Tehranda, Kərəzdə, Qumda və Qəşqayıdır, Xorasan filan. Amma Bəluçların elə bir diasporası yoxdur. Kürdlərin elə bir diaspora imkanları yoxdur. Bizdə o diaspora imkanı var. Özdə məsələn Azərbaycanda bugün Azərbaycan torpaqlarında, hətta Həmədan içində də, Həmədan, Zəncan, deyək Ərdəbil, Şimali, Azərbaycan şərqi qərbidə 10 milyon var. 10 milyon türk yaşayır. Deyək ki, sən məsələn cəmiyyətimiz deyirlər 32 milyondur. Yaxşı, bunun 20 milyonu o yanda yaşayır. Bunun ən az bir 10 milyon Tehrandan məsələn, yəni Tehran, Kərəz 10-12 milyon. Bəlkə yəni Azərbaycandan, yəqinən Azərbaycandan çox Tehran, Kərəz, Qumda yaşayırlar. Bu cür bir diasporanı necə unutmaq olar?
Yəni bunu unutmaq der vaqa əməldə fars faşizminin xidmətinə keçmək deməkdir. Yəni 10 milyon, 12 milyondur. Sən 22, 23, 30 milyondan bir hədəfə rahat vara bilərsən, ya 10 milyondan. Yəni ağlın cavabı bəllidir də bura. Biz o diasporadan çox güclücə istifadə etməliyik. Baxın, indi məsələ İranda, yəni baxın, xalqların, burada deyim ki, xalqların azadlığı, yəni qeyri-fars xalqların azadlığının iki sahədə iş görülür. İki sahədə onlar diqqət mərkəzinə almalıdır, ona qatılmalıdırlar. Biri bu ki, Tehranda, mərkəzdə də fars xalqların hamısı o Tehranda gedən hərəkatı izləmirsə, orada təsir buraxmaq istəmirsə, yəni deyir, orada siz nə edirsiniz, bizim əleyhimizə eləyin, biz yoxuq orada. Ona görə bizim əsas fəaliyyət mərkəzlərimizdən biri Tehranda o mərkəzi dövləti qurmada iştirak eləməmizdir. Çünki orada iştirak edirsəksə, orada bizim o dövlətin bizim əleyhimizə, xalqımızın əleyhinə, Azərbaycana qarşı o təərrüz zehniyyətini orada yəni zəiflədəcəksən. Əslən, Yunus bəy, imkanı yoxdur. Biz Tehranı zəiflətməsək, Tehranda bizim gücümüz olmasa, burada bir iş görə bilərik. İmkanı yoxdur. Onu istəyirəm deyim. Yəni biri oradır, yox, diqqət edin. Biri Tehranla, ələl-xüsus biz Türklər, baxın, ələl-xüsus Türklər. Tazə indi, məsələn, indi hərəkətlərin hamısında Kürdlər də, Bəluçlar da, Ərəblər də, Lorlar da istəyirlər Tehranda mərkəzi dövlətin quruluşu. Məsələn, bu keçişdə, dövranı quzarda, keçiş devridə müvəqqəti dövlət qurulacaq ki, idarə eləsin, ta anayasa yazılır filan. O devirdə hamımızın olmamız lazımdır. Yəni, xalqlar orada müvəqqəti dövləti hamı qurmalıdır. Farslar olan içində hamı bərabər qurmalıdır. Qurzuqsa, o dövlət də bizim xalqlarımızın əleyhinə fəaliyyət edilməlidir. Mən üçün bu bir dənə önəmli yerə gəldik, önəmli nöqtəyə gəldik. Mən ona görə də bir sual hazırlamışdım. Çünki siz mənim sualıma keçirsiniz. Mən elə o sual ki, mənim zehrimdə vardı, ona cavab verirsiniz. Mən elə o sualı onda belə soruşum. Region xalqları arasında uzun müddətli əməkdaşlıq, şimdi siz ondan danışırsınız, uzun müddətli əməkdaşlıq üçün hansı addımlar atmalıyıq? Yəni o elə həmin bəhsi ki, siz Tehranda bizim nüfuz olmaqdır, Kürdlər istəyirlər, Ərəblər istəyirlər, amma onlar o qədər güc yoxdur, o qədər nirular orada yoxdur. Bəs onda sualı mən bir şey də təkrar edeyim, əgər hal olmasaz ya eşitməsəz. Region xalqları arasında uzun müddətli əməkdaşlıq üçün hansı addımları atılmalıdır? Qoyun, baxın, yəni bu biraz da pedagojik olaraq bir sadə dildə İran, yəni kəsir ümumillə bir ölkədə necə o xalqları ki, əsarətdə idilər, dünənə qədər, indi də əsarətdədirlər. Necə eləyə bilərlər ki, siyasi alanda, əsas siyasi alandır. Siyasi alan niyə? Güc alanında kimin gücü çox olsa, o bilsin bastıra bilər, ya bir kəsim gücümüz lazımi qədər olsa, özümüzdən müdafiə etmə haqqımız, yəni imkanını taparıq. Diqqət edin, yəni siyasi sahədə İranda problem nədir? Problem budur ki, biz siyasi güc bir mərkəzə yerişib Tehrana, o da şovinisti bir zehniyyətinə. Bizə şah zamanı sekulər şovinisti idi, Cumhur-İslami zamanı farsların dinçilərin sekulər, dinçilərin şovinisti sistemidir. Amma dövlət, yəni etniki tipolojisi İran dövlətinin farsı bir dövlətdir. Baxmayaraq ki, farslar da istibdad altındadılar, amma tipoloji etniki o da elə. Məsələn, mən orada da elə bu nümunəni vurdum ki, Ərəq dövləti Ərəb dövləti idi. Ərəqdə Səddam Hüseyn. Amma istibdadi bir dövlət idi. Ərəblər də ondan əzab çəkirdi. Amma o ərəblərin əzab çəkməsi Ərəq dövlətinin tipoloji etnikisinin ərəb olmasını nəfi eləmir ki, İranda da tipoloji budur. Baxın, bir daha çox mühüm şey vardı. İranda nə cür eləyə bilərik? Biz əyaq üstə, yəni bir xalq olaraq əyaq üstə duraq, haqlarımıza çalışaq və ya haqlarımızı əldə edə bilək. Siyasi balansın qurulması, yəni güc balansı. Yəni dünənə qədər, yəni indi də, məsələn, şah zamanı mərkəzdə yığışmışdı hər zat və onların əlində idi, fars ya şovinizmin əlində idi, istibdadi və sonra da Cumhur-İslamın əlində. İndi çevriliş meydana gəlir. Bu çöküş meydana gələcəkdir da. İndi hər bir analitikər baxırıq bu şəraitə baxanda deyil, Cumhur-İslami bir gün, sabah, 5 gün sonra, 3 il sonra, 2 il sonra bu köçməlidir. Yəni, devam edə bilməz bu şərait. Bu işi həm eşikdə, xaricdə olan opozisyon,
hem içeride olan opozisyon. Hatta böyle rejimin öz içinde bile öz adamları da bunu yavaş yavaş söylemeye başlayıblar. Yaxşı, bu durumda indi bu mərkəzdə bir mərkəz çökür. Bu çöktüyündə biz bilirik ki, bu 100 illik təbliğat ki gedibdir. Ehtimal vardır ki, mərkəz zehniyyət təyini qüdrət elər. Zehni necə düşünürük, ona o hizbliyə tərəf çəkiləcək da. O mərkəz zehniyyəti güclücə vardı. Yəni geçən 100 il təbliğ olub. Biz nə cür eləyə bilərik o balansı icad edək? Balansı ki, mərkəz ilə çevrənin gücü bir yeduracaq, bastıra bilməsinlər. Çünki o mərkəzin gücü çox güclənsə, biz zəif olsaq, yine tankı yürüdəcək üstümüzə də. Necə tankı yürüdü məsələn 57'də Kürdistana, bu da yavaş yavaş məsələn büyün Azərbaycan, büyün Kürdistan falan yavaş yavaş yine işin görəcək. Əgərsə çox güclü olsa. Ama İran'da indi qeyri-fars xalqlar var, Türklər, Kürdlər, Ərəblər, Bəluçlar və bir kəsimdə demokratlar mərkəzdə vardılar. Məsələn, bir seri partiyalar, faallar vardılar ki, bizim kimi düşünürlər ki, deyirlər İran'a federalizm gəlməsə demokrasi mümkün değildir. Yani biz bu güc dəngəsini qurmağa özümüz qadir deyirik. Yani Türk xalqı öz başına mərkəz ilə Azərbaycan arasında güc dəngəsini qurmaq imkansızdır. İmkansızdır. İmkansız, o imkansızdır. Bunu bilmeyen insan həqiqətən belə düşünməsə ki, biz öz əlimiz, öz başımız mərkəzə qələbə çalarıq filan, o çok böyle Şahsınca olmaz. Bunu burada ancaq qeyri-fars millətlər başqaları var, Bəluçlar var, Kürdlər var. Bunlar da bir fəqət əsl bir dənə sual ki, burada yaranan Yunus bəy çox önəmli sualdır. Bəlkə çoxları diqqət eləməyib. Bəlkə birinci dəfədir biz bu sualı soruruq. Azərbaycan medialarında da indi bu sual mənə gəlir. Qoyalım, bu güc kimi eşikdən verilir, Amerikadan verilir, hər yerdən verilir. İranın içində də bir dəyişiklik demək olar görünür da. Məsələn, bu ruhanigil İslah tərəflər filanlar fişar gətirirlər da. İndi Xamneyiyə ya Əsəm Pezeşkanın özü. Qoyaq bu içəridən bu dəyişiklik oldu. Ağa içəridən əslən Xamneyini götürdülər. Xamneyi gəldi, bir addım dala atdı ki, mən gəlin sizin hüququnuzu verirəm. Azadlığınızı verirəm. Necə ki, qadınlar, xanımlar indi bir öz hissələrinə bir əl tapıblar. Yəni içəridən belə bir dəyişiklik. Eşik nə iş görə bilər? Acaba eşik də mübarizəni idamı, yəni əmələn eşik pərt olmur sizdə bu əgər içəridə bu dəyişiklik getsə? Yok, bakın koyun bu sözümü bize bitireyim, oraya yetişeceğim. Bakın sözüm buydu ki, yalnız Türk xalqı və Azərbaycan mərkəzçilərlə güc dəngəsi qurma imkanı yoxdur. Əgərsə belə düşünürük, onda nə lazımdır? Bu güc dəngəsini çoxaltmalıyıq da, yəni çox olmalıdır. Yəni yalnız Türklər deyil, Kürdlər də olan yanında olmalıdır, Bəluçlar da olan yanında olmalıdır, Ərəblər də olmalıdır, mərkəzdə olan demokratlar ki, federalistlər, onlar da olmalıdır. Yəni hər kim ki bu dəngəni mərkəzlə çevrə arasında bu dəngəni qurmaq olur ki, onlar bastıranmasınlar, güclər bərabər olsun, onları bir çətin altına yığışmalıdır. Mənim sualım budur. Hangi siyasi fikridir ki, Azərbaycanın aydını onu düşünməlidir? Hangi siyasi fikridir ki, eləyə bilər bu xalqları bir-birinin yanında oturttursun, bir-birinin yanında, bir-birini ayırmasın. Desin, çünki o xalqlar da bizim kimi düşünürlər. Həm Kürdlər elə düşünür, həm Ərəblər elə düşünür, həm deyir, bir-birimizin yanımızda olmasaq, biz yine utuzmuşuq, biz yəni yeniləcəyik. Yaxşı, hansı siyasi stratejidir ki, deyir ki, biz bir arada olmalıyıq ki, onların mərkəzin qarşısında balans dəngəni quraq və qələbə çalmasından bizi bastırmasınlar. Bu birinci qədəm, birinci addımdır. Bu iş olmasa, ayaq üstə duramayacağıq heç. Bu birinci stratejidə oradadır ki, bu məsələyə istiqlal o federalizm orada meydana gəlir. Baba, Oslo toplantısı acaba bu siz dediğiniz sualın elə o ki, hansı siyasi gücdür? Oslo konfransı bizə köməklik edir ki, əvvəla özümüzü İranda, yəni baxın bizim əbzarı təbliğatımız yoxdur. Olan əldə İran International var, BBC var, Radio Fərdə var, nə var, əllərində hərzat olançıdır. Bizim əlimizdə heç zat yoxdur. Amma tələb içərimizdən daha güclü meydandadır. Bu tələb bahis olur ki, bax bizim də orada olanda, yəni bəlli olur ki, məsələ Azərbaycan Demokrat Partisi, Fikirsi hamı onu tanıyır,
Hamı bilir. Azərbaycanda aktivistlərimiz bilir. Çünki xalqın çoxu tanımır heç bir nədir bu. Və əgərsə bizim öz xalqımız tanımır, qeyri-fars, yəni o birisi qeyri-türk xalqları onu necə tanıyacaq? Harda biz tanıtdıracaq ki, biz varıq, siyasi hərəkətimiz var, siyasi partiyamız var falan. Bu konferanslarda iştirak etməklə. İndi bu konferansda baxan fikirsi kimlərdirlər? Tamam dövlətlər, tamam təşkilat, beynəlmiləli təşkilatlar, yəni məxsus bölümlər də var. Konferans burada nə keçir? İranda İran bölümü. Məsələn, Sazman Milli Hüquq Bəşərinin İran bölümü. Dövlət Amerikanın Vəzarət Xariciyyəsinin İran bölümü. Fransa dövlətinin Vəzarət Xariciyyəsinin İran bölümü. Bunlar ki, fecri də bunlar. Yəni baxırdı olan hamısını təqib edirlər də. Yığırlar filan elə baxırlar, analiz qoyurlar ki, belə bir filan konferans keçdi. Onlar bizimizdən indi CIA bizimizdən daha çox tanır da. Amma CIA bir şərait İranda o deyəcək, dövlətdən İran muzusunda bu hizblər var, bu partiyalar filan belə iş görməliyik. Azərbaycanın bu arada deyək CIA, məsələn, İran dövlətdə, kollu dövlətlər, dünyanın dövlətlərinin xəbəri var. Yəni, biz olmasaqsa öyle bir seminarda Azərbaycan adı olmasa nə olacaq? Olacaq 57-ci ildə ki, Xumeyni ilə bərabər getdik, Dövlət Cumhur İslamı qurduq da. Bu seminarların olmaqlarına mən deyirəm, mən özüm deyirəm bu seminarlar olmalıdır. Bizim başqa partiyalarımızda, elə sizin özünüzdə bu seminarlarda kəsin. Hətta indiyəcək biz çox dağlı qalmışıq. Belə bir seminarlarda, hətta belə bir seminarları biz özümüz yaratmalıyıq. Yəni mən deyirəm, Sayın Yunus Şamlı bəy o qədər Hərəkət Milli Azərbaycandan, hərəkətdən savunmalıdır ki, Yunus bəy biz səndən buyurun üçün bu başqa İran fikirli, bilmirəm, olsun ərəblər, kütlər, sizin bunlarla alışverişiniz var idi, sizin bunlarla təbadül nəzərləriniz var idi, siz daha yaxşı bilirsiniz, gəlin bu seminarı yaradın, biz də sizdən dəstək bütün partiyalarımız, yəni bu yaxşıdır bizim hərəkətimizi tanıtdırmağa, bir adres söyləməyə. Elə bir Yunus bəy federal bayrağını gətirib vurmadı ki Təbrizə ya Tehrana. Bu sabah hələ bizim başımıza nələr gələcək, hansı seçim olacaq, sonramız söz konusudur. Qoyun bir daha bu məsələyə, bu suala yetişmişəm, bir daha sizin bu sualınıza toxunum. Bizim əziz bir dostlarımızın biri ilə, yəni istiqlalçı dostlarımızın biri ilə danışırdım. Dedim ki, bax, sən bir çevriyə bax, tarixə bax, yaxın tarixə, keçən 50 ilə bax. 50 ildə 20-30 dövlət yaranıbdır. Sovyet Birliyindən ayrılan dövlətlər. Yugoslavyadan ayrılan dövlətlər yaranıblar. Yəni Çekoslovakiyada ayrıldılar, iki dövlət yarandı. Yəni istiqlala aparan güc, Sovyet Birliyində istiqlala aparan güc hansı güclərdilər? İstiqlalçılardılar ya federalçılar? Məsələn, istiqlalçı vardı Sovyet Birliyində. Dövlət Azərbaycanın əvvəlin Cumhurbaşqanı istiqlaliyyəti Komünist Partiyasının rəisidir da. Adını siz desəz, Talibovdur adı. Yəni birinci rəis cumhuru olar. Yəni federalistlər rəis cumhuru, Azərbaycan rəis cumhurudur. Birdən yəni 5 il ondan sonra istiqlal alınmış Azərbaycan rəis cumhuru olur. Yəni federalçılardılar ki, istiqlal şüarını meydana qoyurlar. Cumhurbaşqanı. Siz baxın Şuvarznadze kimdir? Federalist da, hani Şurəvinin içində Sovyet Birliyində, məsələn Gürcüstandan ama orada çalışır. Həman federalist Şuvarznadze Gürcüstan istiqlalından sonra birinci rəis cumhurbaşqanı olmuş. Siz bu 15 cumhurda ki vardı, 15 cumhurda cumhurbaşkanı oldu da Sovyet Birliği'nden ayrıldılar. İstiqlalçılar elamı istiqlal elədilər ya federalçılar elamı istiqlal elədilər. Artıq insaf da baxın. Hamısı federalçılar ki elamı istiqlal eləyiblər. Yol yəni buradan geçir. Gələk yəni bizim öz Azərbaycanımızın tarixi də bax. Kimlər? Yəni istiqlalçı bir güc vardı Azərbaycanda ki gəldi elamı istiqlal elədilər. Xeyr. Bir ay qalırdı Sovyet Birliği yıxılsın. Bir ay qabanda istiqlal şüarını olar mıydı? Zərurət. Təhlil et, şərait müşəxəs və yol, müşəxəs bir yol. Şərait icab edirdi, yeni bir şüar meydana gəldi. Dün en azından federalıdıq, indi zərurət icab edir, istiqlala geçirik. Qoydu qabağa şüarı və geçdi istiqlala. Yəni bizim, yəni bu da heç biz federalçıyıq, məsələn, alnımızda yazıb ömrümüzün axirində federalizm bir stratejidir. Müəyyən şəraitdən təhlil olub və qaynaq, yəni analizin içindən bu qaynaqlanır. Şərait dəyişildi, analiz dəyişildi, istiqlal şüarı meydan. Yəni, məsələn, istiqlalçıya müstəqil siz heç yerdə göstərə bilməz. Yugoslaviyaya baxın, tamam o güclər, yəni, neçə tane dövlət quruldu orada. Bu dövlətlər şeydirlər də, federal dövlətidirlər hamısı Yugoslaviyada. İstiqlal eləyən güclər nə idi? Federal, həmin federal güclər şərait icab oldu, savaş çıxdı falan oldu. Arada yaşayamaq birbirimizdən tamam. İstiqlal şüarı verdi də geçdilər oraya. Yəni, durum budur, bax, durum. Yəni, biz baxmalıyıq şu an ki, biz bir yerdə olmalıyıq. Qoyun biz bir dana, mənim bir dana fikrim var.
Bir dəqiqə bir söz deyim sizin sözünüzün davamında. Dəqiqən mən də bunu istəyirəm deyəm. Bu istiqlal federal sözü salan bəhanə eləyənlər hərəkatı zəiflədirlər və əmələn Cümhur İslamının qulluğunda olurlar. Böyük nəmsaq sən istiqlalçısan. İstiqlalçı düşüncənlə qabağa get, kimsə sənin qabağını almır. İzin ver federalçı da addımını atsın, hərəkatı tanıtdırmaq üçün, dünyaya tanıtdırmaq üçün ki, mənim də bir üçün bu gün sən istiqlalçının səsin kəsirlər, boykot edirlər. Ən azı imkanı var federalçılarda getsinlər, danışsınlar dünyanın hər bir yerindən. Və eyni siz dediyiniz kimi sonrakı bu məsələdir. Biz hansı vəziyyətdə yaşayacağıq, nə icab eləyir, nə olacaqdır. Birdən siz dediyiniz kimi bir olay baş verdi, məmləkət qurulan tədric oldu, məmləkət bölündü. Kəsin Sayın Yunus Şamlı bəy gedib İrançıların yanında durmayacaq, gələcək deyəcək, alə mən də istiqlalçıyam. Yəni kəsin bu olacaq. Sabahçı. Yəni bizim hədəfimiz əgərsə Azərbaycandır, yəni əgərsə biz kimsə bizdən, yəni kuşkuludur ki biz Azərbaycan və Türk xalqına aid gücləyirik, onun beynində yəni problem var beynində. Yəni bu tarixin Azərbaycan hərəkatının, Türk milli hərəkatının Azərbaycanda və kolli İranda bizim indi ömrümüzü qoymuş. Bax biz özümüz indi iddia edə bilər ki, ömrümüzü qoymuşuq da indi biz yaşlanmışıq. Gənc zamanından başlamışıq. İndi gənc güclər gəlib çox da sevindirici bir haldır. Qoyun bir daha bir fikri gəlib mənim başıma bu yəni güclənmə sahəsində onu belə bu axırın fürsətdə meydana qoyum. Bu yaz bir neçə dəqiqə qutaraq proqramı. Baxın indi mən bir sualım olacaq sizdən. Elə bu Azərbaycanın siyasi güclərinə görə. Deyirsiniz bunu mən sual... Deyin onunla toplayaq. Mən elə sualım üçün söz istər istəməz də oyuna gedir. Sizin fikrinizi istə biləm. Azərbaycanda siyasi güclərin demək olar güclənməsinin üçün nə fikriniz var? Yəni bizim bu siyasi güclər kimi var, təşkilatlar var, qruplar var. Onların güclənməsinə bir örnek olaraq, söz olaraq. Yəni çox mühüm sualdır və hətta belə fikrimdə olan bir şeydir ki, onun haqqında danışım. Baxın, biz yəni Azərbaycan gücləri ki, istiqlalçısı və ya federalçı güclənməyi bir taktiklər, bir şivələr, bir modellər götürməlidilər ki, həm özlərin güclü göstərməlidirlər, həm də güclənməlidirlər. Baxın, güclü göstərmək də özü bir dana bir işdir. Yəni sən bu təbliğatda filan da göstərən, sən həqiqətən biz var olan gücümüzü də göstərənmirik. Baxın, biz var olan gücümüzü göstərənmədik. Bax, qadın yaşam azadlıq hərəkatı getdi. Kütlər var olan güclərini çıxartdılar meydana. Məsələn, Avropanın əsli böyük şəhərlərində, bu Parisdir, bu Londondur, bu Stockholmdur, hər yerdə təzahürat olanda olan neynədilər? 20 nəfərdən 50 nəfərə bu kütlər gəldilər, öz bayraqlarını qaldırdılar, 50 nəfər. Qaldırdılar bayraqları. İranda o mərkəzli Şir Xurşid bayrağı ilə olan bayrağı təkcə bayraqdır ki, şəkillərdə, filmlərdə, hər yerdə görsəndi. Yəni təsbit etdilər bayraqlarını. Bizə gəldiyində, diqqət edin burasına, istəyəm onu deyim. Bizə gəldiyində əcəba bizim Stockholmda 50 nəfər adamımız yoxdur. Parisdə 50 nəfər adamımız yoxdur. Ya Almanın şəhərlərində 50 baba çox adam, 200 nəfər, 300 nəfər də adamımız var. Bu Stockholmda 400 nəfər də adamımız var ki, iclaslara gəldilər zaten. Biz yəni 50 nəfərlə çıxanmadıq bu təzahüratlara ki, Azərbaycanın adına bayraq çıxardıq deyə, biz də varıq göstərək, 3 bayraq təsbit olsun. Ədəd baxımından biz varıq. Diqqət elə, ədəd baxımından biz varıq. Amma o dağınıq şərait, fərqli düşüncələr, zehniyyətlər, fərqli təşkilatlar, 15 dənə istiqlal təşkilatı olar. Sözüm budur, sözüm və sualım budur. 15 dənə istiqlal təşkilatı bir yerə yığışsalar, hər təşkilatda deyək 10 nəfər var. Yəni, onlar deyəcəklər 10.000 nəfər var, desinlər. Mən deyim 10 nəfər var. 10 dənə təşkilat olar 100 nəfər, 15 təşkilat olar 150 nəfər. Amma 150 nəfər bir yerdə çalışsalar amma əsir olub təsir qozar iş görə bilərlər. Ya 15 dənə təşkilat olsalar ki, görsətdə 15 dənə təşkilatın nəticəsini göstərdik. Meydana çıxanmadılar. Ədəd var daha, aktivistlər sahib baxımından problemimiz əsla yoxudur. Amma meydani hərəkət sıfır. Sıfır. Federalçılar da ozursun, amma o deyim sizə. Federal düşüncə zehniyyətdə mənim nəzərimə budur. Əgərsə federal düşüncə zehniyyət yəni bizim hərəkətdə hamımızı bir təşkilata yığsınlar. Çünki biz bir nə neynirik? Biz məsələn proqram yazışıq, İran rejimi yıxılandan sonra neyniyəcək? Baxın, rejim yıxılandan sonra Azərbaycanda bir məclis qurulmalıdır. Necə ki, Tehranda bir məclis qurulmalıdır, Məclis-i Müəssisən.
Azərbaycanda bir məclisi müəssisən qurulmalıdır, anayasa yazsın. Azərbaycanın məclisi qurulsun, anayasa yazılsın. O anayasa yazmağa seçiləndə orada hizb lazımdır. Fərqli proqramın var, orada ayrılıb öz kandidati o məclisə tanıtırmalısan. O məclis qurulmayınca, yəni o məclisə yetirincə da, ki məclis müəssisən adını qoyaq, o məclisə yetirməyincə ayrı bir yol, çox fərqli bir işlərimiz yoxdur. Hamımızın işi bir sadə təbliğ eləmə, varlıq göstərmə, yəni güclücə varlıq göstərmədir. Ona görə mənim zeynim bu ki, indi hər adına, etilaf adını qoyurlar, nə adını qoyurlar? Federalçılar bir bayrağın altına yığışmalıdırlar. Və istiqlalçılar da bir təşkilat adı, bir ad altına. Diqqət eləyin ki, əgər hamısı istiqlalçılar bir təşkilatın adına yığışsalar, güclü görsənməzlər. Həm sayılar güclüdür, həm həqiqətən meydanı gücləri çoxdur. Məsələn, dedik da, hər təşkilatın 10 nəfər olsa... Yəni bu şurayı məşvərətçi yaranıbdır, təqribən çoxu istiqlalçılardılar. Bu söz konusu olmur da ya. Əlbəttə orada bir dənə də federalçı, mənim nəzərim orada bir federalçı qrup vardı, yəni dirəniş təşkilatı. Orada mənim nəzərim orada, yəni adın nə deyim, yəni muzahim deyim, adını bilmirəm türkçüsünə olacaq. Muzahim dolara. Orada bir dənə istiqlalçı proqram olmalıydı və onlar ona çalışmalıydılar. Federalçı qruplarda bir arada olmalıydılar, bir adın altında olmalıdılar. Nəzir ona özləri təşkilata yığışıb danışanda onu özləri təyin etməlidirlər. Bir ad olanda, diqqət edin bura, xalqımızın içində deyirlər ki, bir dənə federalçı təşkilat var. Bir dənə. Hamı o önəmi, əvvələn bir dənə olanda güclü olacaq axı. Sayımız da çox olacaq da. Bir yerdə fəaliyyət edəcək da. 5 dənə fərqli federal təşkilat yox. Bir dənə olacaq. O hamısı bir yerə yığışsa güclü də fəaliyyət edib, güclü görsənəcək və bir də onun görüntüsü güclü olacaq. Məsələn, deyəcək ki, bir dənə istiqlal partiyası ki, o önəmli da bir istiqlal. Hamı desin güclü bir şeydir. Çünki güclü də görsənəcək də sayı da çoxdur. Bir də desə bir dənə federalçı bir təşkilat var. Yəni xalqımızın içində də belə təbliğini, otorite yaratmağa, yəni zehnidə bir böyük bir şey görsən ki, bir dənə təşkilat var, hamınla himayət edir. Federalçılardan bir dənə təşkilat, istiqlalçılardan bir dənə təşkilat. Biz güclü görsənərik, sayımız güclü olar, əvvəla sayı bir yer arayırsan, meydani gücümüz çoxalar. Baxın, indi, məsələn, bir gedirik bura, adam, biliyorsun, bəzi yerdə adam yoxdur, sayı azdır. Amma təşkilata bir ay olsa, sayı baxımından problemimiz olar. Bizim sayı baxımımızdan əsla problem yoxdur, amma zehniyyət baxımımızdan çox böyük problemimiz var. Yəni, bir arada dəyirik. Hətta bir-birimizə qarşı da fəaliyyət deyik. Məsələn, mən təbii ki, məsələn, federal istiqlalçıların haqqı vardır ki, federalı tənqid eləsinlər. Yəni, əqlani, məntiqi, usulü, demokratik tənqid eləsinlər. Biz də onları tənqid eləməliyik. Amma tənqidçilik bir-birimizin bir arada getməyimiz, dostluq eləməyimiz, yaxın olmağımızın şeyi də, yəni bir-birini vurmaz bir-birinə, dəxli yoxdur bir-birinə. Yəni bir intiqadi əlaqədir. Burada bir hizbin içində də zaten bu var. Bir hizbin içində də bir-birinə tənqid zərurəti var ki, olsun və olmalıdır da, olmasa o hizbi özünü tapa bilməz. O cəhətdən tənqidi həzf eləmə deyil. Amma bir təşkilat kimi görürsək, yəni gücləri bir araya yığsaq, bircə bir kitab güclə gedər də. İndi bizim məsələ burada dağınıqdır. Mən yalvarma dərəcəsində bizim federalçı təşkilatlarımıza dedim, baba qardaş, siz burada olmalısınız. Siz istiqlalçıların yanında neyiniz? Qoyurlar qursunlar, özləri olsunlar, özləri yollarını təbliğ etsinlər. Biz də burada arada olaq, lazım gələndə istiqlalçı, federalçı, məsələ deyək, İran rejimi çökdü. Azərbaycanın əmniyyətin, güvənliyin kim təmin edəcək? Elə bu iki görüşün sahibi təmin edəcək. Cavanımız çıxıb sənin başına, ya istiqlalçı, ya federalçı, yəni əmniyyəti, güvənliyimizi qorumaq da istiqlalçı, federalçıya dəxli yoxdur ki. Biz oranı qorumalıyıq. Məclis seçimlərində hər kəs öz partisinin kandidini rəy versin. Görək məclisdə kim seçilir. Normalca, mədənicə bir məclis quraq, məclisin də nəticəsi nə çıxsa başımıza yığ ona da. Ondan artıq bir şey yoxdur. Yəni bizim hizblər arası dava yoxumuzdur. Biz ixtilafımız varsa onu məclis seçimlərində hər kəs öz kandidinə rəy verəcək. Görürsə sayısı kimin çoxdur, nə rəyə gəldi o işi görməliyik. Ona görə istəyim budur ki, partiyalar, yəni istiqlalçılar və şeylər, yəni o ad ki orada məsələn deyib, etilaf formunda məsələn yığışıblar orada əməkdaşlıq şurasında, hər halda özlərini əcür istəyirlər, amma bir arada olmalıdırlar. Bir arada olmasalar nə güc bir aradadır, nə də
düzgün bir iş görülə bilər. Amma federalçı kəsimin boynuna çox görəv düşür. Baxın, bu seminarda 3 dənə siyasi şeydi, Kürt təşkilatı vardı. Burada 2 dənə Komələ demokratlar, Hizbi Demokrat Komələ vardı. Bir də Hizbi Komünisti İranı Komələ da, yəni Hizbi Komünisti İranda adları odur, amma yəni tamam əzalar Kürtdülər. Yəni komünistlər Kürtlər İran adına fəaliyyət edir. Ha, İran adlı amma Kürtdülər və hətta adları Komələdir belə. Sazmanı Komələ, Hizbi Demokrat, Hizbi Komünist İran. Yəni 3 dənə Kürt təşkilat dəvət eləmişdi. Bizdə niyə dəvət eləməydi? 3 dənə təşkilat olsaydı dəvət elərdi. Məsələn, mən 10 dəqiqə, 15 dəqiqə danışdım. 3 nəfər olsaydıq, 3 dənə təşkilat olsaydı, 3 dənə 15 dəqiqə danışacaqdıq. Yəni 45 dəqiqə orada səsimiz qaldırılacaqdı. Amma yalnız biz vardıq. Diqqət edin, onlar amma Kürtlər, yəni 3 dənə təşkilatla 3 dənə 15 dəqiqə ola 45 dəqiqə. Yunus bəy, bizim dirəniş təşkilatından sizdən sonra hansı təşkilatlarımız vardır ki, tam olaraq Ocaq var da, Ocaq vardı ki, o əlbəttə bizlə çox yaxın düşüncələr vardı və təşkilat olaraq, yəni isbat olunublar, təşkilat olaraq çalışırlar. Yəni təşkilat da, yəni xülasə adları Ocaqda, uzun adları biraz hafizəm zəifdir. Uzun adları və Duman bəy Radmeh olan sözçüsüdür. Belə, yəni baxaq görək ki, ümid edirik ki, birliyə daha çox düşünək. İnşallah. Mən təşəkkür edirəm Sayın Yürüyüş Amir cənabları, Azərbaycan Demokrat Partiyasının müşavirlərindən, ağsəkərlərindən, ancaq oranın daha o önəmli, bəzən sözsüz olaraq da mən qəbul edirəm. Doğru sözsüz Simin xanımdır, amma elə o fikir sizdən çıxır. Yəni bunu deməliyik. Yunus bəy, mən özüm də dəfələr demişəm, ancaq bir partiyaya bağlı olmayaraq deyilik, müstəqil, amma fikir həm federalçılara, həm istiqlalçılara güc verməliyik, bir araya gəlməlidir, lazım olsa. Siz deyirsiniz, istiqlalçılara bir araya gəlsinlər. Yeri gələndə, bütün məmləkətimizi, coğrafiyanı qorumaq vəziyyətini gələndə elə bir yerdə olmalıyıq da. Yəni bir yerdə olmalıyıq, birbirimizi kəsin ki, vurmayacaq. Vurulmayacaq yəni bir-bir. Elə əgər məsələn coğrafiyamıza, torpağımıza saldırı olsa, elə bir gün hər hansı fikirdə olur olsun, gedib o sınırlarımızı qorumalıdır. Hər hansı fikir, siz dediniz kimi. İnşallah ki, onlar olacaq, o güclər bir yerə toplanacaq. Gələcək deyini siz dediniz kimi. Yəni, gerçəkdən İran o boğma sığma vəziyyətindədir da. Həm içəridən, həm eşikdən. İçəridən də indi çox fişar gəlir rejimə, eşikdən də çox fişar gəlir. İçəridən də bir addımlar atırlar ki, eşik ona toxuna bilməsin, içəridən özləri də, yəni bu xəbərlər ki, belə görsənir, indi ruhani girisi ilə içəridən bir iş görsünlər ki, eşikdən müdaxilə olunmasın, məsələn, alternativ gəlməsin, desin, hələ biz özümüz alternativ olduq, Cumhur İslamiyyət sizin azadlığınızı veririk. Yəni, bu da bir oyundur, içəridən gedir. Sizin indi vaxtınız qutulur, amma bunu mən deməliyəm, ruhani işarə elədiniz. 3 dəqiqədə bunu deyin, elə qutaraq, bəli. Rejimin içindən çalışılır ki, rejimin içindən bir opozisyon, müxalifət çıxasınlar. Dəqiqən. Bir tərəfin götürsünlər, bir tərəfin qoysunlar, orada dursun, qalsın. O bilirsən nə zaman mümkündür? İranda opozisyon, yəni müxalifət bir, yəni bədil siyasi, bir alternativ siyasını əgərsə müxalifət meydana qoya bilirsə, o içəridə qondarma o müxalifətin qabağını ala bilər. Amma əgərsə eşikdə, yəni dedikdə bu Cumhuriyyətçilər birliyi, əgərsə eləyə bilməsə meydanda alternativ qoysun, bizim üçün, xalqlar üçün çox böyük zərər var. O da budur ki, yəni ya səltənətçi, ya Rza Pəhləvini, ya içəridən Cumhur İslamının bu qondarma yəni müxalifətlərini verəcəklə onun əlinə və İranı o cürsi davam etdirəcəklər. Biz yenə utuzma bir halında olmalıyıq. Ona görə elə İranda dövlət mərkəzinin yıxılması, ona alternativ yaratmada Tehranda, yəni alternativdə çox ciddi və fəalca rol oynamalıyıq və o müxalifətin içində olmalıyıq. Yəni o geçiş də dövran-ı quzarın, dövlət-i müvəqqətin içində olmalıyıq, onu yönətməliyik. O cəhətdən aktivcə Tehranda da dəyişikliklərə iştirak etməliyik. Bir də çıxış sual soruşum. Bu Amerikanın, İsrailin, Avropanın hər hansının nəzərləri hayınadır. İçəridən bir dəyişikə nəzər fikirləri var. Öz nəzərləri bəli, sulhu, amanda hər şey dəyişir. İçəridə savaş düşməsin, eşikdən müdaxilə olunmasın. Ya fikirləri eşiyə də vardır. Əgər baxsaq... Təbii ki, baxın, əlbəttə əsas məsələ budur ki, İranın müxalifəti, güclü bir müxalifət yoxdur İranda. Yəni alternativ kimi meydanda olsun. Rza Pəhləvi də mücahidin xalqidir. Sonra da İranın içində qondarma
yani o rejimin içindən bir bölümlər hakimiyyətə geçsinlər kimi bu zehniyyət var. Yəni xarici dövlətlər istəmirlər ki, İran rejimi yıxılsın, bir kaos gəlsin, böhran gəlsin, çatışmalar, yəni güvənsizlik İrana gəlsin, onlar məcbur olsunlar, hani hərbi əskəri güc filan gəlsinlər, problem yaratsın. Ona görə yəni subatlı durumu, yəni subatsız bir duruma çevirmək istəmirlər. Əgərsə güclü müxalifət meydana çıxırsa, özünü göstərə bilirsə, onlar da İran rejiminin dəyişməsinə daha razı olarlar. Amma razı olmamalarının bu gün səbəbləri ciddi bir alternatifin ortada olmamasıdır ki, rejim yıxıldıysa xalqlar İranda kimə, hansı opozisyon inanırlar ki, onlar eləyə bilərlər, Ozanı kontrol eləsinlər. Kontrol eləyən güc yoxduysa, hani problem yaranır ve Əlbəttə İsrail çox düşünür, çox oyun oynuyor ki, Rıza Pəhləvinin üçün onun bir dənə oyuncağı kimində. Rıza Pəhləvi əgər Məhəmməd Rızanoğlu alternatif olsa, tam olaraq İsrailin qulluğunda xidmətində olacaqdır. İsrail elə bir o yana bir gözü vardı. Həzinə də İsrail biraz fərqli düşünür. İsrail tamamıyla İran rejiminin dəyişməsi, İranın hətta savaşı, böhranı, İsrail istər ki, İran vurulsun bir-birinə. Niyə ki, nə qədər zəifləsə, İsrail bölgədə özünə güclü, rəqib bir dövlət. İsraildə bir həzinəsi yoxdur, nə bir heç bir həzinəsi yox. Əgər İran içəridə siz dediniz kimi belə bir vəziyyət yaransa, İsrailə xeyri var ta zərəri. Bəli, əlbəttə. Amma İsrail İranda dövlət dəyişmə bir gücü yoxdur. Yəni elə bir gücü heç izin də verməzlər ona o cür məsələn güclər. Ona görə İsrail elə bir çabadadır ki, İranı kaosa çevirirsin. O yəni aydındır. Amma İranda dövlət dəyişmə istedadı orada da böyük güclərin istəyi çox mühümdür. Yəni Amerikadır, Avropa dövlətləri filan. Bəli, mən təşəkkür edirəm dəyərli Yunus Samidən, Azərbaycan Demokrat Partiyasının müşavirlərindən. Biz bu fikirdə danışıqlarımıza davam edəcəyik. İnşallah yaxın günlərdə yenə Yunus bəylə bərabər olarıq, ya başqa dostlar. Mən Yunus bəydən bir daha minnətdarlığımı bildirirəm və dəyərli dostlar ki, biz oturaq canlı dinlədilər, ya sonra izləyəcəklər. Onlardan da öz təşəkkürümü bildirirəm. Hamınızı Allah'a tapşırıram. Sağ və salamat qalın. Çox sağ olun.